Bakıda daha bir faktın üstü açıldı. Erməni generalın Köçəryanla Sarkisyanı ifşa eləyən kadrları yayımlandı. Bugün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Şuşa rayonunun işğalı ilə bağlı Ermənistan Silahlı Qüvvələrinin general polkovniki Gurgen Dalibaltanyanın qeydləri yer almış video material nümayiş etdirilib. Reportun xəbərinə görə Dalibaltayan bildirib ki, Şuşa əməliyyatının işlənməsində, hazırlanmasında və həyata keçirilməsində Robert Köçəryan və Serj Sarkisyan iştirak ediblər. O vurğulayıb ki, Şuşa əməliyyatının əhəmiyyəti çox böyük idi. Qeyd eləyək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikası vətəndaşlarının məhkəməsi davam etdirilir.